xəbərdarlığımı elədim ki, mənim yayınlarda adım çəkilməsin. Çıxıb çölə baxsaydılar, görərdilər. Mən nə bilirəm, orada bisetka kimi yer var. Babaşın evindən bir damcı o tərəfdə. Gecə getdi uşaqlarla ora. Gəldilər, məni götürdülər. Baboş da çıxdı, görüşdü, Sako da çıxdı, görüşdü. Sonra da canlı yayında deyir ki, ağ kofta ilə buradan getdi, çəhrayı kofta ilə gəldi. Bunda camaat pis vurğulayır da, bu harasa gedib, gəlib də. Düzünü deyək də. Mən getdim uşaqlarla, orada bir şey olmuşdu, paltarım batmışdı. Şalvarıma ləkə düşmüşdü. Mən də elə uşaqlara apardım, yemək falan hazırladım, verdim, yedilər. Mən də əynimi dəyişdim, sonra gəldik həmən günü. Ləman canlını bağlayandan bir yarım saat sonra oradan Ağdamın neçədir? 40 dəqiqəlik yoldu. Getdik, təzədən qayıtdıq, gəldik. Orada kölgəli bir yer tapdılar ağacın yanında. Bisetka kimi belə oturacaq zat da var belə. Orada saxladılar. Kamerada da, Baboşun evindəki kamerada da ora görsənmir. Yaxşı baxsaydı, Ləman zəng vuran kimi mən necə tez gəlirəm ora? Uzaqda olsaydım, necə tez gələrdim? Sakonun yayını açıq idi, qapını döydüm. Bir neçə dəqiqə, 5 dəqiqədə qapını döydüm, eşidən olmadı. Çıxıb dedim, baxardılar da, uşaqlar maşında yatmışdı. Məni gözləyirdilər ki, mən cəzanı eləyim, qutarım, gedək. Sonra uşaqlara yazmışam, mesajlar da buradadır. Dedim, siz gedin veşləri götürün, gəlin, dayı rayonundan çıxası olduq da. Dedilər, tək qoyma, dedim, yaxşı. Sonra gördüm, hələ dağılışdı bir yerə, tək qalmışam, oturmuşam. Mən də sumkamı götürdüm, getdim, oturdum maşında, bir 15 dəqiqə gözlədim. Maşında 15 dəqiqə gözləmişim. 15 dəqiqədən də sonra gördüm, ürəyim sıxılır ki, Sakoya mən sözümü yazdım, dedim, mən gedirəm evə. Çıxdım, getdim. Mən elə qapıda şeyi təmizləyəndə Ləman yığıb. Mənim də telefonumun adaptörü itdiyinə görə maşında telefonu zaretkaya qoymuşam. Onda mən günahkar oluram, telefonu açmayın. Telefonum səssizdə olub. Telefon maşında zaretkada olub, mən də həyəti təmizlədim. Birdən getdim, baxdım ki, zəng vurublar nə qədər. Yığdım, sonra da başladılar, yayını açdılar, ağızlarına gələni danışdılar. Heç kimə açıq verilmək zorunda deyiləm, düzdür. Amma kütlənin beyninə çox başqa şeylər gəlir də, başqa cür danışdılar. Biz uşaq deyilik, orada kimsə var. Mənim uşaq qardaşım var yanımda. Lap kimsə də olsa mənim qardaşımın yanında nə gəzir?